Salam dəyərli izləyicilər. Bugünkü videoda Short and Filter funksiyasının qısa izahını sizlərlə bölüşəcəyəm. İlk olaraq cədvəlimizə filter funksiyasını tətbiq edirik. Bunun üçün Ctrl, Shift, L düyməsini eyni anda sıxaraq filtri aktivləşdiririk. Daha sonra cədvəlimizin başlığını sabit saxlamaq üçün ilk sətri seçirik. Bunun üçün Shift Space düymələrindən istifadə edirik. Daha sonra klaviaturada Alt WFF düyməsini ardıcıl sıxaraq Freeze Panes funksiyasını aktiv edirik. Bununla da cədvəlin başlığı sabit qalacaqdır. Növbəti addımda Custom Short bölməsini açırıq. Bunun üçün klaviaturada Alt H S U düymələrini ardıcıllıqla sıxırıq. Açılan pəncərədə Add Level düyməsini vuraraq yeni short səviyyəsi əlavə edirik. Bu bizə ən azı 2 kriteriya üzrə sıralama aparmaq imkanı verir. Birinci kriteriya olaraq Column bölməsində bölgəni seçirik və AZ sıralama ardıcıllığını tətbiq edirik. İkinci kriteriyada isə sifariş miqdarını seçib kiçikdən böyüyə sıralayırıq və OK düyməsini sıxırıq. Bununla da cədvəlimiz müəyyən etdiyimiz kriteriyalara uyğun olaraq sıralanmış olur. Tətbiq etdiyimiz filtr daha aydın görünsün deyə bölgə və sifariş miqdarını sarı rənglə işarələyirik. Daha sonra yeni bir kriteriya əlavə etmək üçün short filtrini yenidən açırıq. Öncəki filtrdə tətbiq etdiyimiz bölgəni A-dan Z kriteriyasına uyğun olaraq saxlayırıq. Sifariş miqdarı üzrə sıralamanı böyükdən kiçiyə dəyişirik və Add Level düyməsini sıxaraq yeni bir kriteriya əlavə edirik. Yeni kriteriyada Column bölməsində il seçib sıralamanı böyükdən kiçiyə təyin edirik və OK düyməsini sıxırıq. Beləliklə, müəyyən etdiyimiz yeni kriteriyalara əsasən məlumatlar uğurla filtrlənmişdir. Ümid edirəm ki, bu video sizlər üçün faydalı oldu. Bu cür videoların davamlı gəlməsi üçün kanalımıza abunə olun və videolarımızı dostlarınızla paylaşın.